Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan gərginlik mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, əvvəlcə qablardan axan suların sürətlərini, sonra isə dövrədəki lampaların parlaqlığını müqayisə edin. Qabdakı axan suyun kinetik enerjisi ilə qabdakı suyun səviyyəsi arasında hansı əlaqə var? Ümumiyyətlə, fikir verirsinizsə, qabdakı suyun səviyyəsi nə qədər çox olduqsa, bu zaman qabda axan suyun sürəti də daha böyük olur. Çünki suyun sürətini müəyyənləşdirən kinetik enerjidir. Ona görə deyə bilərik ki, hündürlük artdıqca qabdakı suyun sürəti artır və nəticədə kinetik enerji də artır. Bu onu göstərir ki, qabdakı suyun səviyyəsi ilə kinetik enerji düz mütənasibdir. İkinci sualda deyilir ki, lampa hansı halda daha çox işıq enerjisi şüalandırır? Bunun səbəbi nədir? Biz deyə bilərik ki, bu hal A variantında lampanın işığı daha gür olacaq. Bunun səbəbi ondan ibarətdir ki, A variantında iki cəryan mənbəyindən istifadə olunmuşdur. Bu da onu göstərir ki, əldə olunan cəryan daha böyükdür. Yəni, elektrik cəryanı daha böyükdür, elektrik enerjisi daha böyükdür. Ona görə də B ilə müqayisədə A-da elektrik enerjisi daha böyük olduğundan lampa da daha parlaq olacaq. Üçüncü sualda deyilir ki, suyun hündürlüyü ilə qalvanik elementlərin arasında hansı uyğunluq var? Əgər suyun hündürlüyü nə qədər çox idisə, dedik ki, suyun sürəti də daha böyükdür. Həmçinin qalvanik elementlərin sayı nə qədər çoxdursa, bu zaman biz deyə bilərik ki, burada da enerji çoxdur. Yəni, hündürlük əgər potensial enerji ilə əlaqədardirsə, yəni hündürlük çox olduqca qabdakı suyun sürəti, həmçinin kinetik enerji çoxdursa, bu həmçinin deyə bilərik ki, elementlərin sayı çox olduqca, qalvanik elementlərin sayı artdıqca elektrik enerjisi də daha çox olur. Yəni, düz mütənasib kimi götürə bilərik. Biz bilirik ki, çayın mənbəyində potensial enerji onun mənsəbindəki potensial enerjidən böyükdür. Çünki bilirik ki, mənbə daha yüksəkdə yerləşir, mənsəb isə nisbətən aşağıda yerləşir. Yəni, hündürlük çox olduqca orada potensial enerji daha böyük olur. Ona görə çay məhz mənbədən mənsəbə doğru axır. Cəryan sözü isə nəyinsə hərəkətini, axmasını bildirir. Məsələn, çaylarda suyun, neft borularında neftin, qaz borularında qazın axmasından və yaxud cəryan etməsindən söhbət edir. Küləyin axını da adətən havanın çox olduğu yerdə, yəni böyük təzyiqdən az olduğu, yəni az təzyiqi olan təzyiqə doğru axması nəticəsində baş verir. Əgər iki kəndə suyun hündürlükləri eynidirsə, orada heç bir axın baş vermir. Lakin hündürlük fərqləri yarandığı andan etibarən su yüksək hündürlükdən alçağa doğru, yəni aşağı hündürlüyə doğru axmağa başlayacaqdır. Yenə də görürsünüz. Əgər iki kəndə kütlələr eynidirsə, heç bir axın baş vermir. Lakin kütlələr fərqi yarandıqda da su çox olan yerdən aza doğru axmağa başlayır. Həmçinin bu şəkildə də görürsünüz. Çay axını prinsipi ilə elektrik axını da özünü o cür doğruldur. Elektrik cəryanının axması üçün də iki nöqtə arasında potensial enerji fərqləri olmalıdır. Yəni, potensial enerji çox olan yerdən az olan yerə doğru cəryan axır. Bu zamanda yeni kəmiyyət meydana çıxır, gərginlik. Yenə də burada görürsünüz. Yəni, harada potensial daha çoxdursa, o potensial çox olan yerdən aza doğru biz deyə bilərik ki, elektrik cəryanı istiqaməti yönəlir. Yenə də bu şəkildə görürsünüz. Həmçinin bu şəkildə də görürük. Yüksək potensialdan aşağı potensial. Yüksək potensial dedikdə orada yüklərin miqdarı daha çoxdur. Ona görə yüklərin miqdarı çox olduqca enerjilər də çox olur. Alçaq potensial dedikdə isə orada yükün miqdarı az olduğundan da ümumi enerji də az olur. Baxın, burada şəkildə görebilirsiniz. Elektrik cəryanının axması təkcə hündürlükdən deyil, həm də yükün miqdarından asılıdır. Yəni, yükün miqdarı çox olduqca elektrik cəryanı da çox olur. Ona görə də elektrik cəryanı böyük miqdarı olan yükdən kiçik miqdarlı yükə doğru axır. Bilirik ki, metal naqillərdə elektronların nizamlı hərəkəti üçün enerjini cəryan mənbəyi təmin edir.
Lampada cəryan keçərkən elektronlar spiral iyonları ilə toqquşur və onlara enerji verir. Bunun nəticəsində lampanın spiralı qızır və közərərək işıq saçır. Lampada elektronların mənbədən aldığı enerji istilik və işıq enerjisinə çevrilir. Əgər mənbədən elektronlara enerji verməsə, əgər mənbə heç bir elektronlara enerji verməsə, onların hərəkəti dayanar. Dövrədən cəryan keçmədiyinə görə də lampa sönər. Enerji mənbəyinin yüklərə verdiyi enerjinin miqdarına müəyyən edən kəmiyyət isə gərginlik adlanır. Bugün dərsimizdə biz sizinlə gərginlik anlayışı ilə tanış olacaq. Gərginlik dedikdə biz əslində hər bir yükə düşən enerjinin tutulur. Ona görə də U bərabərdir W bölünsün G düsturu ilə hesablanır. Burada düsturda G elektrik yüküdür, W enerjidir, U da gərginlikdir. Gərginlik vahidini çıxartmış olsa, gərginlik U bərabər W bölünsün G düsturuna əsasən enerjinin vahidi joule qəbul etmişik. Yükün də vahidi kulondur. Joule bölünsün kulon da 1 volta bərabərdir. Ona görə deyiblər gərginliyin vahidi voltdur. O da ilk dəfə İtalyan alimi Voltanın şərəfinə adlandırılmışdır. Həmçinin deyiblər ki, gərginlik, enerji və elektrik yükü skaler kəmiyyətdir. Gərginlik voltmetr adlanan cihazla ölçülür. Voltmetrin şərti işarəsində biz sizinlə əvvəlki dərslərdə tanış olmuşuq. Voltmetr adətən dövrəyə paralel şəkildə qoşulur. Şəkildə də sxemini görə bilirsiniz. Həmçinin deyiblər ki, voltmetri adətən müsbət sıxacını cəryan mənbəyinin müsbət qütbünə, mənfi sıxacını isə cəryan mənbəyinin mənfi qütbünə paralel formada birləşdirmək lazımdır. Yenə də burada görürsünüz. Gərginlik termini hansı hallarda istifadə olunur? Bateriyanın gərginliyi 1,5 voltdur. Şəbəkədəki gərginlik 220 voltdur. Dövrə hissəsinə gərginlik verilmişdir. Naqillər gərginlik altındadır. Bu kimi ifadələrdə tez-tez istifadə olunur. Fizika laboratoriyalarında gərginliyi tənzimləyən cihazlardan istifadə edilir. Deməli, gərginlik mənbənin hər bir kulon yükə verdiyi enerjidir. Gərginliyi artdıqca cəryan mənbəyinin yüklərə verdiyi enerji də artır. Gündəlik fəaliyyətimizdə istifadə etdiyimiz cəryan mənbələri üzərində də onların gərginlikləri göstərilir. Məsəl üçün, cəryan mənbəyinin üzərində 1,5 volt onu göstərir ki, 1 kulon yükə 1,5 joule enerji verilmişdir. Cəryan mənbələri ardıcıl birləşdirdikdə onların gərginlikləri toplanır. Yekun gərginlik, məsəl üçün, əgər biz görürüksə, bir qalvanik elementdə gərginlik 1,5'dir, 1,5 volta bərabərdir və onlar ardıcıl qoşulmuşdur. Yəni 4 dənə isə biz 4'ü 1,5'ə vurmalıyıq və nəticədə yekun cavab 6 volt olacaq. Bu da onu göstərir ki, bu zaman hər bir yükə, yəni hər bir kulon yükə 6 joule enerji verilmişdir. Baxın. Cəryan mənbələri necə birləşir? Əgər ardıcıl birləşmədirsə, biz burada toplayırıq. Yəni, biz hər birini ayrı-ayrılıqda toplayırıq. Bax, aşağıdakı şəkildə ardıcıl birləşmədir. Müsbət, mənfi, müsbət, mənfi, yəni bu şəkildə müsbət, mənfi, müsbət, mənfi, müsbət formasında birləşdirilmişdir. Və burada hər biri tutan 1,5, 1,5, 1,5, 1,5 voltdursa, 4'ünü toplayanda 6 volt alınmışdır. Amma paralel birləşdirdikdə, biz burada ümumi gərginliyi tapsaq, hər birində əgər 1,5'dirsə, ümumisi də 1,5 volt olur. Onu göstərir ki, əgər biz istəyiriksə enerjini artırmaq, yəni cəryan mənbəyini artırmaq və yaxud biz istəyiriksə gərginliyi çox olsun, bu zaman biz həmin cəryan mənbələrini ardıcıl birləşdirməliyik. Paralel birləşdirsə, biz artıq bir cəryan mənbəyinin gərginliyindən istifadə etmiş oluruq. Gəlin növbəti tapşırıqlara baxaq. Növbəti tapşırıqda deyilir ki, şəkildə 4 elektrik dövrəsinin sxemi təsvir edilmişdir. Hansı dövrədə el lampasının uclarındakı gərginliyi ölçə bilər? Baxırıq, biz bilirik ki, lampa dövrəyə paralel qoşulmalıdır. Yəni biz lampanı, biz bilirik ki, voltmetr dövrəyə paralel qoşulmalıdır. Biz mütləq şəkildə voltmetri dövrəyə paralel, yəni lampaya paralel qoşmalıyıq.
Gəlin qoşaq. Burada cavab 1 olacaq. Çünki dedik ki, dövrəyə paralel formada qoşulmalıdır. Keçək digər tapşırığa. Şəkildə 3 elektrik dövrəsinin sxemi təsvir edilmişdir. Sxemləri araşdırın. Onların doğru çəkilib çəkilmədiyini müəyyən edin. Usullu sxem varsa onu düzgün çəkin. Gəlin baxaq. Əgər bizdə birinci A variantına baxsaq, görərik ki, bizdə ampermetr dövrəyə ardıcıl qoşulub, amma voltmetr paralel qoşulmuşdur. Biz ona görə deyə bilərik ki, burada voltmetrin sxemdə düzgün göstərilməmişdir. Əgər biz voltmetri birləşdirmiş olsa, voltmetri əgər lampaya paralel şəkildə, yəni ortadan bir xətt çəkib, burada voltmetri qeyd edə bilərdik. B variantında baxsaq, B variantında şəkil düzgündür. Çünki ampermetr dövrəyə ardıcıl, voltmetr paralel qoşulmuşdur. Üçüncü şəkildə biz baxsaq, bu şəkildə yanlış deyil. Yəni dövrəyə ampermetr ardıcı, voltmetr isə paralel qoşulmuş. Burada da heç bir səhv yoxdur. Növbəti tapşırıqda deyilir ki, tural şəkildəki anlayış xəritəsini düzgün tamamlamaq istəyir. O xanalardakı 1, 2, 3 rəqəmlərinin yerinə hansı sözləri yazarsa, anlayış xəritəsini düzgün tamamlayır. 1-ə baxsa, batereya malikdir. Batereya bildik ki, malikdir gərginliyə. Çünki batereyanın üzərində həmçinin gərginliyin qiymətləri qeyd olunur. Onda 1-ə gərginlik. Gərginlik ölçülür voltmetr. Voltmetr dövrəyə gərginlikdir. Gərginliyin vahidi 2-də götürürük volt. Voltmetr dövrəyə qoşulur paralel. Ona görə də gərginlik volt paralel. İndi Y variantı götürə bilir. Keçdik digər tapşırığa. Digər tapşırıqda həlli sizin kitabınızda verilir. Yenə də bunun həllini sizi bir daha izah edək. Sxemdə dövrədəki mənbəyinin gərginliyi 3 volt. Ampermetrin göstərisi 2 amper olarsa, lampaya hər saniyədə neçə joule enerji verilir. Yenə də biz burada verilənləri kütlə şəkildə qeyd etməliyik. Bizə verilib I bərabərdir 2 amper, bu bərabərdir 3 volt. Bizdən soruşulur, zaman da 1 saniyədən danışırsa, zaman 1 saniyə götürür, yəni hər saniyə 1 saniyə nəzərdə tutulur və bizdən enerjinin W-ni soruşur. Biz verilənlərə baxsaq, görərik ki, biz burada həm cəryan şiddətinin düsturundan, həmçinin gərginliyin düsturundan istifadə etməliyik. Ona görə hər iki düsturu yazırıq. I bərabərdir G bölünsün T, bu bərabərdir W bölünsün G. Daha sonra baxırıq. Əgər bizə I və T verilibsə, biz buradan G-ni tapa bilərik. Çünki gərginliyin düsturunu hələ ki hesablaya bilmərik. I bərabərdir G bölünsün T düsturunu yazsaq, I-nin və T-nin qiymətlərini qoysaq, G-ni tənasüb qaydası ilə 2-ni 1-ə vurmalıyıq. Ona görə 2-yə 1-ə vurublar, yazırlar 2 kulon. Sonra keçirik gərginliyi. Gərginliyin düsturunda bizdə U-nun qiyməti verilib, G-nin də qiymətini biz tapdıq. Yəni W-ni tapmış olsa, U-nu G-yə vurmalıyıq. Ona görə də U-nu G-yə vurublar. 2-ni 3-ə vuranda cavab 6 joule alınacaq. Yəni biz bu məsələdə 2 düsturdan istifadə etdik. İlk növbədə baxırıq ki, hansı düsturun kəmiyyətləri bizə daha verilibsə, yəni 2 kəmiyyətin ikisi də verilibsə, birinci ilk növbədə cəryan şiddətinin düsturundan istifadə etdik. Daha sonra orada aldığımız elektrik gərginliyin düsturunda qoyub enerjini hesabladıq. Keçək digər tapşırığa. Sizcə cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji nəyə sərf olunur? Ümumiyyətlə bilirik ki, elektrik yükləri cəryan mənbəyindən müəyyən enerji alınır və bu enerji sayəsində həmin yüklər, bu enerji dövrənin bir hissəsindən digər hissəsinə ötürülür və bu enerji sonda isə cəryan mənbəyindən ötürülərək gəlib işlədiciyə çatır və işlədicidə də bu enerji, yəni elektrik enerjisi müxtəlif enerji növlərinə çevrilir, işıq, istilik və s. Və bunu nəzərdə deyə bilərik ki, bizdəki cəryan mənbəyinin enerjisi işlədicinin işləməsinə sərf olunur və işlədicinin digər enerji növlərinə çevrilməsinə gətirib çıxarır. Digər tapşırığa baxaq. Bizdən soruşulur ki, Nigar elektrik mühərrikindən istifadə edərək sərinkeşi hazırladı. Sərinkeşi 20 volt cəryan mənbəyinə qoşduqda dövrədə cəryan şiddəti 500 mA oldu. 10 saniyədə elektrik mühərrikinə verilən elektrik enerjisinin miqdarını hesablayın. Yenə də bunu
verilənlərini qeyd edək. Bizə gərginlik verilib yaza bilərik. U bərabərdir 20 volt. Cəryan şiddəti verilib. I bərabərdir 500 milliamper. 500 milli mində bir deməkdir. Demək biz 500'ü mində birə vursaq, bizdə olacaq 10^5 0,5 amper. Zaman verilib bizdə T bərabərdir 10 saniyə. Bizdən yükün miqdarını, elektrik enerjisi miqdarını. Elektrik enerjisi biz bilirik W hərfindən işarə olunur. Verilənlərə baxsa bizə I və T verilib. Yəni biz cəryan şiddətinin üstünlüyünü yaza bilərik. I bərabərdir G bölünsün T. Burada i'nin qiymətini qoyaq 0,5. T'nin yerinə 10 yazaq. Q'nin yerinə x yazaq. Buradan x'i tapsaq tənasüblə 0,5'i 10'a vurmalıyıq. Yəni 5 kulon yükü tapdıq biz buradan. Daha sonra gərginliyin üstünü yazarıq. Bu bərabərdir W bölünsün G. Onun qiyməti 20. G'nin qiyməti 5. W'nin bilmirik x'dir. Əgər biz W'ni tapsaq, yenə tənasüblə 20'ni 5'ə vurarıq. Eləcə 100 joule. Biz məsələnin şərtində həm cəryan şiddətinin, həm gərginliyin düsturlarını hesabladıq və gərginliyin düsturlarına əsasən, bu düsturlara əsasən elektrik enerjisinin miqdarını tapmış olduq. Ona görə cavab bizdə C variantı olacaq. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, Azər və Nigar və Leyla cəryan mənbəyinin və lampanın uclarındakı gərginliyi ölçmək üçün şəkildəki kimi sxemə uyğun dövrələr yığırlar. Bizdən soruşulur, Azərin hansı şagirdin yığdığı dövrədə voltmetr yanlış bağlanıb? Baxsa, voltmetr bir dövrəyə paralel qoşulur. Bizdəki şəkil C variantında. Yəni, Leylanın yığdığı sxem yanlışdır. Ona görə də bizdə yanlış olan A variantında Leylanın yığdığı dövrənin sxemidir. Çünki dövrəyə paralel yox, paralel qoşulmalıdırsa ardıcıl qoşulub. Voltmetrin yanlış bağlandığı dövrədə hansı dəyişiklik etməlidir? Biz yəni voltmetri gətirib burada paralel qoşa bilərik. Bax, bunu mərkəzə birləşdirib voltmetri bu şəkildə yazmalıyıq. Düzgün yığılan dövrələrdəki voltmetrin göstəriciləri eyni yoxsa fərqlidir cavabınızı əsaslandırın. Əslində, yığılan dövrlərdə, yəni Azərin və Nigarın yığdığı dövrlərdə voltmetrin göstəriciləri eynidir. Çünki hər ikisində eyni cəryan mənbəyi istifadə olunub. Yəni, bircə cəryan mənbəyi daxil edilmişdir dövrədə. Cəryan mənbələri biz qəbul ediriksə, eyni cəryan mənbələridirsə, onda onların gərginlikləri də eyni olacaq və ona görə də göstəriciləri də eyni qiymətə malik olacaq. Keçək digər tapşırığa. Gərginliklə bağlı hansı ifadələr doğrudur? BC-də vahidi voltdur, bu doğrudur. BC-də vahidi amperdir, bu yanlışdır. Voltmetrlə ölçülür, bu doğrudur. Ampermetrlə ölçülür, bu yanlışdır. Vektorial kəmiyyətdir, yanlışdır. Skalar kəmiyyətdir, bu doğrudur. Bax, bu şəkildə qeyd etdik. Keçək digər tapşırığa. Azər yığdığı dövrədə yanlışlığa yol verib. Azərin səhvi nədədir? Baxsanız görərsiniz ki, voltmetr dövrəyə paralel qoşulmayıb. Yəni, ampermetr də dövrəyə ardıcıl qoşulmalıdır. Bunu səhv edib. Ona görə də biz əslində burada voltmetr və ampermetrin yerlərini dəyişməliyik. Yəni, biz burada voltmetr yazmalıydıq. Burada ampermetr yazmalıydıq. Yəni, səhv bundadır. Lampadakı gərginliyi və ondan keçən cəryan şiddətini ölçmək üçün nə etmək lazımdır? Lampadakı gərginliyi ölçmək üçün biz voltmetrin göstərişinə baxırıq. Yəni, voltmetrdən istifadə etməliyik. Əgər cəryan şiddətini ölçmək istəyiriksə, biz ampermetrdən istifadə edib ampermetrin göstərişinə baxmalıyıq. Voltmetr dövrəyə qoşarkən nəyi nəzərə almaq lazımdır? Biz bilirik ki, voltmetr dövrəyə paralel qoşulur və burada paralellik şərti ödənilməlidir. Voltmetr dövrəyə paralel qoşulur. Həmçinin voltmetrin müsbət sıxacı cəryan mənbəyinin müsbət qütbünə, mənfi sıxacı isə cəryan mənbəyinin mənfi qütbünə doğru birləşdirilməlidir. Keçək digər tapşırığa. Şəkildəki cəryan mənbələri dövrəyə qoşulduqda hər bir kulon yükə nə qədər enerji verər? 6 voltdursa hər bir kulon yükə 6 joule enerji gələcək.
Əgər 12 voltdursa, hər bir klon yükə 12 joule enerji düşəcək. Keçək digər tapşırığa. Sonuncu tapşırıqdır və deyilir ki, Leyla 2 eyni lampadan istifadə edərək şəkildəki kimi dövrə qurur. Sizcə Leyla dövrəyə bir batareya daha əlavə etməklə nəyi müəyyən etmək istədi? O müəyyən etmək istəyirdi ki, məsələn, lampanın parlaqlığı necə dəyişər? Əvvəlcə bir dənə cəryan mənbəyindən istifadə edir, ikinci halda isə 2 cəryan mənbəyindən istifadə edir. O sadəcə müəyyənləşdirmək istəyirdi ki, lampadakı işığın parlaqlığın hansı formada olar? Birincidə yoxsa ikincidə daha çox parlaq olar? Bunu müəyyənləşdirmək üçün o cəryan mənbələrinin sayını artırır. Leyla açarı qapadıqda hansı lampa daha parlaq yanar? Təbii ki, ikinci dövrədəki lampa daha parlaq yanacaq. Çünki orada 2 cəryan mənbəyindən istifadə olunub. Dərsin də əvvəllərində dedik ki, cəryan mənbələrinin sayı artdıqca əslində orada enerjinin miqdarı da artır. Yəni lampaya verilən enerjinin miqdarını artdığından ikinci dövrədə olan lampanın enerjisi daha böyük olacaq və nəticədə ikinci dövrədəki lampa birinci dövrədəki lampaya nəzərən daha gur, daha parlaq yanacaq. Bugünkü dərsimizdə biz sizinlə gərginlik mövzusu ilə tanış olduq. Həmin mövzuda biz müəyyənləşdirdik ki, gərginlik dedikdə biz nəyi nəzərdə tuturuq? Həmçinin gərginliyin düsturu ilə tanış olduq və gərginliyi ölçən cihaz voltmetrin dövrəyə hansı formada qoşulduğunu müəyyənləşdirdik. Və bizim mövzuya aid də bəzi məsələ həllərinə baxdıq. Biz məsələ həllərində daha aydın başa düşdünüz ki, gərginlik hansı düsturla və hansı hal ardıcılıqla hesablamaq mümkündür. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.